NATO daxilində yeni güc mərkəzi formalaşmağa başlayıb. Belə ki, ABŞ prezidenti Donald Trampın strategiyası Türkiyəni NATO'nun əsas hərəkətverici qüvvəsinə çevirmək imkanı açır. Bu baxımdan hazırda NATO daxilində dəyişən güc balansının, ABŞ-ın fərqli geostrateji yanaşmasının və Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasının önəmli göstəriciləri də açıq-aşkar nəzərə çarpır. Çünki son vaxtlar Ağ Evin, rəsmi Ankaranın və NATO'nun rəhbərliyinin ardıcıl mesajları onu göstərir ki, bu alyans artıq klassik idarəetmə modelindən uzaqlaşaraq tamamilə yeni regional dayaqlara söykənən təhlükəsizlik konsepsiyasına doğru yönəlməyə başlayıb. Onu da qeyd etmək lazımdır ki, Prezident Trampın ikinci hakimiyyəti dövründə irəli sürdüyü əsas yanaşmalardan biri də məhz ABŞ-ın bundan sonra NATO'nun bütün hərbi, siyasi və maliyyə yükünü tək başına daşımaq niyyətində olmadığını birbaşa bağlıdır. Belə ki, ABŞ NATO'da siyasi liderliyini qorusa da regional təhlükəsizliklə bağlı məsuliyyətin daha böyük hissəsini məhz güclü hərbi müttəfiqlərinə ötürməyə çalışır. Ağ Evin bu yeni strategiyasında isə Türkiyənin həlledici səviyyədə xüsusi yer ayırmış kimi görünür. Çünki güclü hərbi sənaye kompleksi, sürətlə inkişaf edən müdafiə texnologiyaları, Qara dəniz, Şərqi Aralıq dənizi, Yaxın Şərq və Cənubi Qafqaz birləşən unikal coğrafi mövqeyi Türkiyənin ABŞ üçün əvəz olunmaz strateji tərəfdaşa çevirir. Bütün bunları nəzərə aldıqda ABŞ-ın NATO'dakı səfiri Matthew Utier'in Türkiyə inanılmaz dərəcədə güclü və effektiv müttəfiq adlandırması da qətiyyən təsadüfi deyil. Amerikalı səfir Türkiyənin eyni vaxtda onlarla savaş gəmisi inşa edə bilən hərbi sənaye potensialını digər NATO ölkələrinə örnək də göstərib və bu o deməkdir ki, Ağ Ev artıq Türkiyəyə yalnız regional güc mərkəzi kimi deyil, həm də NATO'nun hərbi imkanlarının əsas təməl sütunlarından biri kimi yanaşmağa başlayıb. Maraqlıdır ki, ABŞ-ın Türkiyəyə yeni yanaşma tərzi Ağ Evdən verilən siyasi bəyanatlarla da məhdudlaşmır. Çünki son illərdə Türkiyənin hərbi müdafiə sənayesində rekord inkişaf səviyyəsi müşahidə olunur. Belə ki, PUA-lar, savaş gəmiləri, yeni raket sistemləri, zirehli hərbi texnikalar, hava hücumundan müdafiə vasitələri və milli döyüş təyyarəsi ilə bağlı çoxsaylı layihələr Türkiyənin dünyanın ən sürətlə yüksələn müdafiə sənayesi mərkəzlərindən birinə çevrilib. Və əslində ABŞ-ın hərbi siyasi himayəsindən tədricən məhrum qalan Avropa ölkələrinin Türkiyə istehsal olan yeni silah növlərinə xüsusi maraq göstərməyə başlamalar da elə bunun məntiqi nəticəsidir. Onu da nəzərə almaq lazımdır ki, Türkiyənin son illərdə sürətlə artan nüfuzu Rusiya üçün də yeni geostrateji problemlər yaradır. Belə ki, Kreml 10 illiklər ərzində Qara dəniz və Cənubi Qafqazda əsas təhlükəsizlik təminatçısı kimi çıxış etsə də, Ukrayna müharibəsi bu baxımdan Rusiyanın analoji imkanlarını artıq əhəmiyyətli dərəcədə məhdudlaşdırıb və Türkiyənin son illərdə reallaşdırmağa başladığı yeni geo-iqtisadi layihələr Rusiyanın bu regionda malik olduğu manevr imkanlarını ciddi şəkildə daraldır.